Salam değerli izleyiciler. İndi sizə 18 may 2025-ci il tarixində Dəyər Yayımları tərəfindən keçirilmiş birinci qrup riyaziyyat suallarının izahını verəcəm. Əlimdə birinci qrup sualları olduğu üçün birinci qrupun suallarını izah edirəm. İkinci qrupun sualları göndərilməyib deyə ikinci qruplar qaldı. Kimdəsə ikinci qrup sualları varsa, zaten ilk 27 sual eyni olur. Son 3 sual fərqlidir. Onlar məndə olmadığı üçün onları izah edə bilmirəm. Sonra da şagirdlər yazdılar ki, mənim ikinci qrup üzdən İraqdır, nə bilim nə. Yəni belə şeylərə ehtiyac yoxdur. Sadəcə əlimdə olan nə varsa onları izah etməyə çalışıram. Başlayaq ilk sualdan. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə 4/2-1-i bölməliyəm 2/1-ə. 4/2-1 nə deməkdir? 2-də 9 vurulsun 2/1-in tərsi 1-də 2. İlklər ixtisar gedir, burada qalır 9. 9 plus 4 çıx 4/2-1. 9 plus 4 13 çıx 4/2-1. Bu da eləyir 9 çıx 2/1. 9-dan 2/1 çıxanda 8/2/1. Yəni 2-də 17. Doğru cavabımız burada Y variantı 2-də 17-yə bərabərdir. İkinci sualımız A-ın ədəd hissəsində A2-nin çıx A-ın bərabərdir n olarsa A11 çıx A3 fərqini tapın. Ədəd hissəsi olduğu üçün A2-nin bərabərdir A1 üstəgəl 2n çıx 1 vur D. A-ın da bərabərdir A1 üstəgəl n çıx 1 vur D-yə bərabərdir. İndi bizdən bunların fərqini n verir. Bunların fərqi bu halda alınır. Bunlar tərəf-tərəf çıxsa, mabillər gedəcək. Alınacaq D vurulsun 2n çıx 1 çıx n plus 1 bərabərdir n-ə. Bərabərdir n-ə. Burada da görünür ki, içəridə alınır D vurulsun, birlər gedir, D vurulsun n. Bərabərdir n-ə. Demək D bərabərdir 1-ə bərabərdir. D olur 1. Bizdən nə soruşur? A11 çıx A3 fərqi. Bu da bərabərdir 8D. D 1 olduğu üçün 8 dəfə 1 nəticə olacaq 8. Yəni doğru cavabımız olacaq burada D variantı 8-ə bərabər. Üçüncü sual. 3 fərqli üzlərinin sahəsi 18, 24 və 75 olan düzbucaqlı paralelepipedin həcmini tapın. Deməli, düzbucaqlı paralelipiped çəkməliyik biz burada. Bu olsun bizim düzbucaqlı paralelipipedimiz. Xətti ölçülərə deyirəm A, bura hündürlüyə C deyə, bura B deyirəm. Deməli, 3 fərqli üzün sahəsi. Deməli, A vurulsun B-ni bizə verib 18. A vurulsun C-ni bizə verib 24. B vurulsun C-ni də verib bizə 75. Həcm soruşur. Həcm V bərabərdir A vurulsun B vur C-yə. İndi mən bunları tərəf-tərəfə vursam, alınacaq A kvadratı, B kvadratı, bir də C kvadratı alınacaq. 18 vur 24 vur 75. İndi buradan da alınır ki, A, B, C bərabər kök altında 18 vur 24 vur 75. ABC artıq həcmdir. Yəni V bərabərdir kök altında. 18-i yazıram 2 vur 9. 24-ü yazıram 8 vur 3. 75'i de yazıram 3 vur 25. 25. Bu da bərabərdir. 2 ilə 8-in hasilindən 2 və 8 16 4 çıxır kök. 9-dan 3 çıxır. 3 ilə 3-ün hasilindən 3 çıxır. 25-dən də 5 çıxır. Bu da bərabərdir 180. 180-ə bərabərdir. Yəni doğru cavab olacaq C variantı. 180-ə bərabərdir burada. Dördüncü sual və dördüncü sualımız belədir. Deməli, ədədlər sırasının medianı 8 olarsa anı tapın. Baxırıq ki, artan sırada yazılıb. Artan sırada yazılıb. Birini əvvəldən, birini axırdan, birini əvvəldən, birini axırdan siləndə baxıram ki, median qalacaq 3 sayda ikisinin cəminin yarısı. Yəni, median olacaq A plus 3 plus 9-un cəminin yarısı. Bərabərdir 8-ə. A plus 12 bərabərdir
2 dəfə 8 16. A olacaq neçə? A 4. Yəni doğru cavab olacaq burada 4-ə bərabər, yəni D variantı. 5-ci sual. Hesablayın. Limit en sonsuzluğa yaxınlaşır. Burada nəyə baxırıq? Sürətdə bizə verib 3n kvadratı çıx 5-in kubu. Məxrəcdə verib kökdə 6n kvadrat plus 1-in 4-cü qüvvəti. Baxırıq, burada n'in maksimum qiyməti n üstü 2, onda üstü 3, n üstü 6 olacaq. Burada isə n'in maksimum qiyməti n kvadrat üstü 4, n üstü 8. Məxrəcin qüvvəti sürətin qüvvətindən böyük olduğu üçün bunun limiti 0 olacaq. Yəni, bunu artıq uzunlarda yazmağa ehtiyac yoxdur. Yəni, cavab burada 0-a bərabərdir. A variantı. 6-cı sual. Aşağıdakı nöqtələrdən hansı mütənasib əmsalı 15 olan tərs münasibi asıllığın qrafiki üzərindədir? Tərs münasibi asıllıq y vurulsun x bərabərdir k-yə bərabərdir. K-nı da verib 15. Y vur x bərabərdir 15. Deməli, y ilə x-in hasılı 15 olmalıdır. Burada doğru cavabımız B variantıdır. Y ilə x-in hasılı nədir? 15-ə bərabərdir. Doğru cavab B variantı. X, Y hasılı 15. 7-ci sual. Deməli, f(x)i bizə verib, f törəmə 0 soruşur. F törəmə x tapırıq əvvəlcə. F törəmə x bərabərdir. 4 gəlir qabağa. 3x plus 1-in kubu. Bir də vurulsun, mürəkkəb funksiya olduğu üçün 3x plus 1-in törəməsi. Bu da bərabərdir. Bunun törəməsi 3 olduğu üçün 12 vurulsun 3x plus 1-in kubu. F törəmə 0 soruşur. F törəmə 0 bərabərdir. 12 vur 1-in kubu olacaq 12. Yəni doğru cavab olacaq A variantı 12-yə bərabər. 8-ci sual. İki uşağın yaşları fərqi 3 olan atanın yaşı böyük uşağın yaşının 6 mislinə. İki uşağın yaşları fərqi 3 olan atanın yaşı. Bax, cümlə belədir. İki uşağın yaşları fərqi 3 olan atanın yaşı böyük uşağın yaşının 6 mislinə, kiçik uşağın yaşının isə 9 mislinə bərabərdir. Deməli, uşaq 1, uşaq 2. Uşaq 2. İndi, baxın, deyək ki, yaşları fərqi 3-dür. Birinin yaşına x deyirəm, digər yaşı da olacaq x plus 3. İndi deyir ki, atanın yaşı böyük uşağının yaşının 6 mislinə. Yəni, atanın yaşı olacaq 6 vur x plus 3 və ya kiçik uşağın yaşının 9 mislinə və yaxud da atanın yaşı olacaq 9x. Atanın yaşı bunlar bərabərdir. 6x üstəgəl 18 bərabər 9x-ə, 3x bərabər 18-ə, x alır neçə? X alır 6. X 6-dır. Atanın yaşı soruşduğu üçün atanın yaşı 9x-dir. 9 dəfə 6, 54. Yəni doğru cavab burada C variantı 54-ə bərabərdir. 9-cu sual. X yerləşir -1 ilə 0 arasında və y də 0-dan böyükdür. Bizdən verilən ifadənin sadələşdirilməsini soruşur. Burada nəyə baxırıq? X-imiz -1 ilə 0 arasında yerləşdiyi üçün x kvadratı plus x özü mənfi olacaq. Çünki hər hansı bir ədəd götürsək, -2-də 1 götürsək, kvadratı 2-də 4-də 1 eləyir, özü də -2-də 1-dir. Toplayanda mənfi eləyir. Deməli, bu mənfidir. Mənfi olduğu üçün qabağına mənfi yazıb çıxartmalıyıq modullar. Modullar mənfi çıxmır deyə qabağına mənfi yazmalıyıq ki, müsbət eləsin. Plus x. X kvadrat müsbətdir. X kvadrat müsbətdir. Plus y, o da müsbət olduğu üçün müsbətdir. Olduğu kimi çıxır. X kvadrat plus y. Bu modulda müsbətdir deyə olduğu kimi çıxacaq. Yəni, y x-dən böyükdür. İndi baxaq. Ötəcəni açsaq burada. -x kvadrat çıx x üstəlik x kvadrat plus 2y çıx x. -x kvadrat müsbət x kvadrat sıfıra gedir və alınır burada 2y çıx 2x. Yəni, doğru cavabımız olacaq. Bu da bərabərdir 2 vurulsun y çıx x-ə. Bərabər. Doğru cavab C variantı. 2
Burası 1x. 10-cu sual və sual belədir. 4 qız və 3 oğlan şagirdlərinin arasından 3 nəfər seçilərək qrup hazırlanmalıdır. 3 nəfərlik bir qrup hazırlanmalıdır. Qrupda 2 qız, 1 oğlan olacağına görə bu qrup neçə fərqli üsulla qurula bilər? Deməli, 2 qız, qızların sayı neçədir? 4. Deməli, kombinezon 4-dən 2. Qızların sayını bu şəkildə seçə bilərik. Bir nəfər də oğlan seçməliyəm. Oğlanın da sayı 3-dür. Bu kombinezon 3-dən 1. Ümumi qrupları bu üsulla seçə bilərəm. Bu da bərabərdir. 4, kombinezon 4-dən 2 bizə verəcək. 4 vur 5, 2 vur 1, 2 vur 1, üzürsən 4 vur 5 yox. 4 vur 3, 2 vur 1 vurulsun. Kombinezon n'dən 1, n deməkdir. Kombinezon 3-dən 1, 3 olacaq. Bu da bərabərdir. Bizə verir 18. Doğru cavabımız B variantı 18'e bərabərdir. 11-ci sual. Loqaritm 3/1 əsasından 2x plus 9, kiçik bərabər -1 bərabəsinin həllər çoxunu tapın. Loqaritm 3/1 əsasından 2x plus 9, kiçik bərabər -1 yazıram. Loqaritm 3/1 əsasından yazıram 3. Yəni bu şəkildə yaza bilərəm. İndi 3/1 0 ilə 1 arasında yerləşdiyi üçün burada işarə dəyişəcək. Yəni 2x plus 9 böyük bərabər olacaq neçədən? 3-dən. 1-ə 2x plus 9 böyük nədən? 0-dan. Artıq bunu yazmaya ehtiyac yoxdur. Çünki birincini ödəyən onsuz da buranı ödəyəcək. Buradan alır 2x böyük bərabər -6, x böyük bərabər -3. X böyük bərabər -3. Yəni olacaq -3 müsbət sonsuzluq. Doğru cavab olacaq B variantı. -3 daxil müsbət sonsuzluq. 12-ci sual. Qutuda 4 ağ və 6 qırmızı kürəcik var. Qutudan təsadüfən çıxaran 2 kürəcinin eyni rəngdə olması ehtimalı tapın. Deməli, nə edəcəm? Elə əks hadisənin ehtimalını tapa bilərəm də bunu. 2 üsulla yaza bilərsiniz. Bir normal üsulla, ikincisi də əks hadisəsinin ehtimalı tapılması ilə. Yəni, birdən çıxmalıyam, əks hadisənin ehtimalını tapmaq üçün birdən çıxmalıyam, fərqli rəngdə olma ehtimalı. Yəni, fərqli rəngdə deməli, ikisini seçməliyəm. Kombinezon 10-dan 2, 10 dənə kürəcik var, 10 dənə kürəcik, ikisini seçməliyəm. Biri ağ, biri qırmızı. Kombinezon 4-dən 1, kombinezon 6-dan 1. Bu da bərabərdir, 1 çıxılsın. Kombinezon 10-dan 2 bizə verir 10 vur 9, 2 vur 1. Sonra kombinezon 4-dən 1, 4, kombinezon 6-dan 1 də 6. Bu da bərabərdir, 1 çıxılsın. 5 dəfə 9, 45. 4 vur 6. Burada x-lar gələcək 3'ə. Burada 2, burada 15. 1 çıxılsın 15'də 8. Bu da deyir 15'də 7. Yəni doğru cavab burada 15'də 7'dir. Əks hadisəsinin ehtimalını istifadə edərək bunun cavabını yazdıq. Və eyni zamanda digər üsulla da yaza bilərik. İkisi eyni rəngdə olması. İkisi də ağ ola bilər. İkisi ağ və ya ikisi qara ola bilər. Oraya yazıram kombinezon 4-dən 2, üstəlik kombinezon 6-dan 2 bölünsün kombinezon 10-dan 2. Bu da bərabərdir. Kombinezon 4-dən 2 məlum məsələ 4 vur 3 böl 2 vur 1. 6-dan 2 6 vur 5 2 vur 1. 10-dan 2 də 10 vur 9 bölünsün 2 vur 1. Sürətdən məxrəcdə 2 vur 1'ə vursam hamısı gecəksə sürətdə qalacaq 12 plus 30. Məxrəcdə qalır 90. Bu da deyir 90'da 42. Bu da 6'ya ixtisar olunacaq. Olacaq 15'də 7. Yenə eyni cavab gəlib çıxacaq. Yəni doğru cavabımız olacaq C variantı. 13-cü sual. Kosinüs 105 dərəcə çıx kosinüs -15 dərəcə ifadəsinin qiymətini hesablayın. Kosinüs -15 dərəcə bizə kosinüs 15 dərəcəni verir. Onda alınacaq kosinüs 105 dərəcə çıx kosinüs 15 dərəcə. Kosinüs 105'i yaza bilərik. Mənfi kosinüs 75 yaza bilərik. Yəni 2 bucağın cəmi 180 isə
kosinuslar birbirinin əksidir. Çıx kosinus 15 dərəcə. Kosinus 15 dərəcə. İndi bunu hesablayaq. Görə bu nəyə bərabərdir? Mənfini verirəm qabağa. Kosinus 75. Kosinus 75. Üstəgəl kosinus 15 dərəcə. Bu da bərabərdir. Mənfi kosinus alfa plus kosinus beta 2 kosinus cəminin yarısı. Cəminin yarısı 45 dərəcə. Kosinus fərqinin yarısı. Fərqinin yarısı 30 dərəcə. Mənfi 2 kosinus 45 köşdə 2 bölü 2. Kosinus 30 köşdə 3 bölü 2. İkilərin biri gələcək. Mənfi köşdə 6 bölü 2. Yəni doğru cavabımız olacaq burada. C variantı mənfi köşdə 6 bölü 2-yə bərabərdir. 14-cü sual. Şəkildə verilənlərə əsasən bucaq COD-ni tapın. Bucaq COD-ni soruşur. Bura mən x deyirəm. Bura 53 dərəcədirsə, burada olacaq 53 dərəcə. Bura 40 dərəcədirsə, burada 40 dərəcə. Alınır açıq bucaq. 40, 53, 93. Yerdə qalır 87 dərəcə. Yəni doğru cavabımız olacaq C variantı. 15-ci sual. İfadəsinin qiymətini hesablayın. Loqaritm 0.2 əsasdan 5. Bunu belə yazırıq. Loqaritm 0.2 nə deməkdir? 5 üstü mənfi 1 deməkdir. Bu da 5. Mənfi 1 qabağa gələcək. Mənfi loqaritm 5 üstdən 5 olur mənfi 1. İndi mənfi 1-in tərsi mənfi 1 olduğu üçün birbaşa bu şəkildə yazdım. Sonra loqaritm 8 əsasdan 2. Loqaritm 8 2-nin kubu deməkdir. 2-nin kubu əsasdan 2. 3-ün tərsi 3 üstə 1 qabağa gəlir. Loqaritm 2 əsasdan 2. Bu olacaq 3 üstə 1. Bunu da yazdıq. Loqaritm 0,1. LC 0,1 %1 10 üstü mənfi 2 deməkdir. Mənfi 2 qabağa gəlir. LC 10. 10'luq loqaritmada əsas 10 olduğu üçün burada da 1 eləyir. Burada mənfi 2. Deməli, sürət mənfi 1 plus 3 üstə 1. Məxrəcdə mənfi 2. Sürətdə məxrəci də 3'ə vursam, sürətdə alınır mənfi 3 plus 1. Məxrəcdə də alınır mənfi 6. Mənfi 2 bölü mənfi 6. Nəticə olacaq 3 üstə 1. Yəni doğru cavab burada B variantı 3 üstə 1'ə bərabərdir. 16-cı sual. Fx parabolasında A plus B bərabərdir 0 və C müsbət olarsa bu parabola şəkilin hansı ola bilər? Burada nəyə fikir veririk? C'si müsbətdir. C nə idi? Parabolanın il yox ilə kəsişmə yeri idi. Ona görə də D variantı ilə C variantı ola bilməz. Çünki burada C nədir? C mənfidir. Amma C-ni müsbət verib. Sonra baxırıq kökləri cəmi. Kökləri cəmi ikinci əlin əmsalının əksi. Yəni mənfi B böl A. İndi B də mənfi A-ya bərabərdir. B-nin yerinə mənfi A yazsaq, mənfi A bölünsün A. Çünki cəm sıfırdır. Ona görə B-nin yerinə mənfi A yaza bilərik. Burada alınır 1. Kökləri cəmi baxırıq müsbətdir. Kökləri cəmi müsbət. Kökləri cəmi müsbət. Baxın, Y variantında köklər hər ikisi mənfidir deyə, hər ikisi mənfidir. Köklərin cəmi mənfi olacaq. İndi kökləri cəmi müsbətdir. Müsbət olan, baxın, B variantı uyğun gəlir. B variantı ola bilər. Yəni, bura məsələn, mənfi 3, bura 4 verə bilərəm də. Amma burada isə tam tərsi. Bura məsələn 3 verəcəm, bura mənfi 4. Çünki bu məsafədən kiçik olduğu üçün ona görə bu şəkildə işarə elədim. Yəni, doğru cavabımız burada nədir? B variantı. On 17-ci sual. Y bərabərdir kx plus k funksiyasının qrafiki 2x plus 3 xətti funksiyasının qrafikinə paralel olarsa k tapın. Düz xəttlər paralel isə deməli bucaqsalara indir. Bucaqsalı burada 2'dir. 2. Burada 2 olduğu üçün burada 2 olmalıdır. Deməli cavabımız elə D variantıdır. 2'yə bərabər. Doğru cavab D variantı. 18. Deməli AB üstəgəl BA bərabər 88 açıq B olarsa AB 2 rəqəmlərdə soruşur. AB-ni yazırıq 10A plus B. BA-nı yazıram 10B plus A. Bərabər 88 açıq B. 11
A plus B bərabər 88. A çıx B-yə. 11-ə ixtisar gedir. Burada 1, burada 8. A plus B bərabərdir 8A çıx 8B-yə. Buradan alınır ki 7A bərabər 9B. Deməli A'mız 9K'dır. B'miz də nədir? 7K'dır. Burada aydın məsələdir ki, K ancaq və ancaq 1 ola bilər. Çünki K'nı yenə mən 2 yazsam, A 18, B də 14. Hər ikisi 2 rəqəmli olur. Amma A da B də rəqəmdir. Deməli K 1-dir. A 9, B də 7. A 1 rəqəmlərdən soruşur. 97. Doğru cavab Y variantı 97-yə bərabərdir. 19-cu sual. İki oxşar düzbucaqlı üçbucağın katetlərinin nisbəti 8 olarsa, hipotenuzların nisbətini soruşur. Yəni, uyğun xəttli ölçülərin nisbəti dəyişməz, eyni qalır. Ona görə cavabımız C variantı 8 qalacaq. 20-ci sual. Düzbucaqlı trapesiyanın 3 daxili bucaqları 3, 5, 7 nisbətindədir. Trapesiyanın kör bucağını tapın. Deməli, düzbucaqlı trapesiya lazımdır mənə çəkməyə ilk öncə. Bu düzbucaqlı trapesiyadır. Bura məlum məsələ 90, 90. A, B, C, D. İndi deyir ki, 3 daxili bucağı 3, 5, 7 nisbətindədir. 3, 5, 7. Deməli, ən böyük hissə hansıdır? Burada 7 olan kör bucaqdır. Bura 7K'dır. Sonra ən böyük hissə olan 5K'dır. Yəni 90 dərəcə 5K'dır. İti bucağı da bura 3K'dır. İndi 5K bərabərdir 180-ə. Üzr 90 deyirəm. 180 yazıram. 90-a. K alınır 18 dərəcə. K 18 dərəcədir. Trapesiyanın kör bucağını soruşur. Kör bucağı 7K'dır. 7 dəfə 18 dərəcə olacaq 126 dərəcə. Yəni doğru cavab burada 126 dərəcəyə bərabərdir. Yəni C variantı. Birinci sual. Sual belədir. Şəkildə konusun daxilində sindir çəkilmişdir. Sindir çəkilib. AB 3BD-yə bərabərdir. AB 3BD-yə bərabərdir. Yəni bura mən X desəm, bura mən X desəm, BD X desəm, AB olacaq 3X. Demək, bura olacaq neçə? Olacaq 2X. İndi bizdən soruşur ki, konusun həcmini, sindirin həcmini, konusun həcmini olan nisbətini soruşur. Burada nəyə baxmaq lazımdır? Deməli, balaca R deyirəm sindirin radiusuna. Böyük R deyirəm konusun radiusuna. İndi baxın, burada oxşar üçbucaqlar alınıb. X-in 3X-ə nisbəti bərabərdir R-in böyük R-ə nisbəti. Demək, çıxır ki, böyük R bərabərdir 3 dənə kiçik R-ə. Böyük R 3 dənə kiçik R-ə bərabərdir. İndi mən bura H desəm, bura olacaq 2H. Yəni, konusun hündürlüyü olacaq 3H. Konusun hündürlüyü 3H-dır, sindirin hündürlüyü isə 2H-dır. İndi yazıram V silindir. V silindir bərabərdir. S oturacaq, vur H. Oturacağı dairədir. Pi vur radiusda ilə R kvadratdır, kiçik R kvadratdır. H da 2H-dır. V konus yazıram. V konus bərabər 3/1. S oturacaq vur H. 3/1 S oturacaq. Pi vurulsun böyük R kvadratdır. Böyük R də bu olduğu üçün olacaq 9R kvadrat. Vursun H. Konusun hündürlüyü 3H-dır. Vur 3H. Üstlər getdi. Burada da alınır pi R kvadrat H bir əmsal 9. 9 pi R kvadrat H. İndi bizdən soruşur sindirin həcminin, konusun həcminin olan nisbəti. Yəni bizdən bu ikisinin nisbətini soruşur. Burada da görünür ki, burada pi R kvadrat H-lara ixtisar gələcək və qalacaq 9'da 2. Yəni doğru cavabımız olacaq B variantı 9'da 2'yə bərabər.
Növbəti sual, 22-ci sual. A plus B bərabər 4 olduğuna görə ifadəsinin qiymətini hesablayın. 3A çıx 7 plus 3B minus 2 bərabərdir. 3A plus B mənfi 7 çıx 2 mənfi 9. 3 vurulsun A plus B 4'dür. Vur 4 çıx 9. 12 çıx 9. Nəticə olacaq 3. Doğru cavab B, C variantı. 23-cü sual. A vektorunun meyl bucağı 15 dərəcə və B vektorunun meyl bucağı 80 dərəcə olarsa, A vektoru və B vektorları arasındakı bucaq neçə dərəcədir? İndi burada düzbucaqlı koordinat sistemi çəkmək lazımdır. Deməli, bu olsun A vektoru. A vektoru. Meyl bucağı, bax, buranı demək istəyir. Buranı verib 15 dərəcə. Bu da olsun B vektoru. Bunu da meyl bucağını verib 80 dərəcə. 80 dərəcə. Bizdən isə soruşur, baxın bu bucağı soruşur x. Baxıram ki, x-dən 15-in cəmi bərabər 80 dərəcəyə. Deməli, x olacaq neçə? 80-dən 15 çıxanda 65 dərəcə. Yəni, doğru cavab burada 65 dərəcəyə bərabərdir. 24-cü sual. Bərabərsizliyin tam həllərin sayını soruşur. Bunun necə yazırıq? İntervallar üsulundan. Kökün biri 5'li, digəri isə mənfi 1'dir. Hər ikisi boşluq içindədir. 5'in sağında, 5'in sağında x-in yerinə 6 seçsəm, x-in yerinə 6 qoysam, sürət müsbət, məxrəclə müsbət, nisbət müsbət, mənfi 1 ilə 5 arasında x-in yerinə 0 qoysam, 0 seçsəm, qoysam, nəticə olacaq mənfi. Demək, burada olacaq müsbət. Bizə mənfi lazımdır. Mənfi 1, 5. Tam həllərin sayını soruşur. Tam həllər 0'dır, 1'dir, 2'dir, 3'dür, bir də 4. Say olaraq 5 dənə olacaq. Yəni, doğru cavab burada 5'ə bərabərdir. Tam həllərin sayı 5'dir. Gəldi 25-ci sual. Deməli, 2 kompleks ədəd verilib və deyir ki, Z1 Z2-yə bərabərdir. A-nı soruşur. 2 kompleks ədədin bərabər olması üçün həqiqi hissələrə eyni olması lazım. Həqiqi hissələri. Deməli, həqiqi hissə birincidə A-dır. Birincidə A. İkincidə həqiqi hissə mənfi 2B-dir. Deməli, A mənfi 2-yə B bərabərdir. Birincidə xəyali hissə mənfi 4, əmsalı mənfi 4. İkincisi də isə nədir? B-dir. B. Deməli, B mənfi 4'dür. B-nin yerinə mənfi 4 yazsam, A bərabər olacaq mənfi 2 vur mənfi 4. Cavab olacaq 8. Yəni, doğru cavab burada 8'ə bərabərdir. 26-cı sual. Anar pulunun 60%'ni Kənana versə, Kənanın pulu öz pulunun 3 misli olacaq. Deməli, Kənanın puluna x desəm, elə bil ki, Anar pulun 60%'ni Kənana verəndə, Kənanın pulu öz pulunun 3 misli olur. Kənanın pulu olur 3x. Deməli 2x qədər artır. Anara deyirəm y. Deməli, Anarın pulunun 60%'i 2x'dir. 2x. Deməli, Anarın pulunun 60%'i. Bax, Anar pulunun 60%'ni Kənana verərsə, Kənanın pulu öz pulunun 3 misli olacaq. Öz puluna x deyirəm, 3 misli 3x. Deməli, 2x verib də ona. 2x verdiyi üçün, deməli, Kənanın pulunun 60%'i 2x'dir. Bunu alınır ki, x bərabərdir. X deyirəm, x deyirəm. Y bərabərdir. Y bərabərdir. Buradan çıxır. Deməli, ixtisar gedəcək. 20'yə 5'də 3. 3'də 10x. 3'də 10x. Bunu bildik. İndi ki, Kənan əvvəldən pulunun hamısını Anara versəydi, Anarın pulu neçə faiz artardı? Anarın pulu neçə faiz artardı? Deməli, Kənanın əvvəlcədən x qədər pulu olub. X qədər. Deməli, Kənanın x qədər pulu olub. Anarın da pulu bu qədərdir. Yəni, 3'də 10x'in üzərinə mən 3'də 10x'in
neçə faizini gəlsən, mənə verəcək 3-də 10x plus x-i verəcək. Yəni bizə bunu demək istəyir. Burada bunlar islah olunacaq. X-lar gedir burada. 1 burada 10. AX böl 30 bərabər x. X-lər də gələcək. A bərabərdir 30%. Deməli, doğru cavab burada 30%'dir. 30% artacaqdır. 27-ci sual. Tənli üçün uyğunluğu müəyyən edin. Xətti tənlikdir. Deyir, yeganə həlli var. Yeganə həlli olması üçün x-in əmsalı sıfırdan fərqli olmalıdır. Yəni, A çıxır 1 sıfırdan fərqli olmalıdır. Yəni, A 1-dən fərqli olmalıdır. A mütləq 1-dən fərqli olmalıdır. A 1-dən fərqli baxıram ki, 1-dən fərqli. B variantı 1-dən fərqlidir. Bir də D variantı 1-dən fərqlidir. 1-dən fərqlidir. Deməli, BD 1-ə aiddir. BD. Bunu yazdıq. Tənlin həlli yoxdur. İkincisi. Deməli, A çıx 1 0 olmalıdır. B plus 5 də 0-dan fərqli olmalıdır. Deməli, A1 A1. B də -5-dən fərqli. B də -5-dən fərqli olmalıdır ki, həll olmasın. A1 A1 B də -5-dən fərqli. Baxın, C-Y hər ikisi uyğun gəlir. A1 B də -5-dən fərqli. Sonsuz sayda həll A çıx 1 0 B plus 5 0. Deməli, A1 B də -5 olmalıdır. Bunda sonsuz sayda həll var. Bu da A variantı. Doğru cavab 1B-də 2C-yə 3A. Keçir növbəti 28-ə. Deyir ki, tərəflərinin sayı diagonalların sayının 5-də 2 hissəsi olan düzgün çoxbucağlının xaricdən çəkilmiş radiusu 4 cm olarsa sahəsini tapın. Tərəflərinin sayı diagonalların sayı. Diagonalların sayı nə deməkdir? N vur N çıx 3 böl 2. Bunun 5-də 2 hissəsi bizə verir, tərəflərin sayını verir. 2-lər ixtisar gedir. N'lər də ixtisar gedir buradan. N çıx 3 bərabərdir 5. N bərabərdir 8. İndi düzgün, deyir ki, düzgün çoxbucağlının xaricinə çəkilmiş çevrənin radiusu 4 olarsa onun sahəsini soruşur. 8 bucaqlıdır. 8 bucaqlıdır. Ümumiyyətlə yadda saxlamaq lazımdır. Mən sadəcə müəyyən bir hissəsini götürəcəm. Hamısını çəkməyəcəm. Sadəcə müəyyən bir hissəsi lazımdır mənə. 8 bucağının sadəcə bir hissəsini çəkmişəm. Bu olsun 8 bucağının mərkəzi. Bu da ardıcıl iki təpə nöqtəsi. 8 bucaqlının elə iki təpə nöqtələri mərkəzlə birləşəndə 8 dənə bərabər yanlı üçbucaq alınır. Burada da bunlar radiuslar olur, radiuslar. Və 360-ı 8-ə böləndə bura olur 45 dərəcə. 45 dərəcə. Radiuslar bizə verib 4. Burada 4. Ona görə də saha olacaq S bərabərdir. 8 vurulsun. Bir dənə üçbucağın sahəsi. Bu üçbucağın sahəsi nə olacaq? Radiusların hasili 4 vur 4. Ona qarşı ki, bucağın sinusu. Sinus 45 dərəcə. Bölünsün nə? 2. Yəni, bir dənə üçbucağın sahəsini tapıb 8-ə vurmaq lazımdır. Burada məlum məsələ alınır. 32 köşdə 2 alınacaq. Bu eləyir bizə köşdə 2 bölü 2-ni verir. 2 dəfə 2, 4. Bunlar gedir 8 dəfə 32. Yəni, doğru cavab 32 köşdə 2-yə bərabərdir. 29. Nöqtədən müstəviyə çəkilmiş mailin proyeksiyası 8-dir. Bu nöqtədən müstəviyə çəkilmiş perpendikuların uzunluğu proyeksiyasının uzunluğundan 87,5% çox olarsa. Baxaq. Bu A nöqtəsidir. AC maildir. AH da hündürlükdür. CH da proyeksiyadır. Deyir, mailin proyeksiyası 8-dir. Və deyir ki, bu nöqtədən müstəviyə çəkilmiş perpendikulyarın uzunluğu proyeksiyasının uzunluğundan 87,5% çoxdur. Yəni, nə deməkdir? 8-in 187,5%-nə bərabərdir. Yəni, bizə bunu demək istəyir. Proyeksiyasının uzunluğundan bu qədər çoxdur. İndi 8-in 187,5%-ni tapmaq lazımdır. Görə bu nə alınır? Çox maraqlı suala gəlib çatdıq. 15 eləyir.
Bura olacaq 15. Müayyin uzunluğu soruşur. Bu da x. Pifaqor teoremi tətbiq edərsə x kvadrat bərabərdir 15'in kvadratı plus 8'in kvadratı. Bu da eləyəcək 17'nin kvadratı və x çıxacaq buradan 17. Yəni müayyin uzunluğu 17'yə bərabərdir. Gəlin növbəti. İspat edin ki, şəkildə ölçüləri verilmiş dördbucağlının sahəsi 2/1 a plus b vurulsun x plus y sinus alfa ifadəsinə bərabərdir. Deməli, a, b, c, d, bu da o deyirəm. İndi s üçbucaq a, o, b-nin sahəsini yazıram. Olacaq 2'də a vur x vur sinus alfa. Sinus alfa. Ümumiyyətlə, buradakı alfa ilə buradakı bucağın sinusları bərabərdir. Qonşu bucağların sinusları bərabərdir. Yəni, hamısına alfa kimi baxa bilərəm. S üçbucaq COB bərabərdir. COB bərabərdir. X vur B vur sinus alfanın yarısı. S üçbucaq COD bərabərdir. B vur Y vur sinus alfanın yarısı. S üçbucaq AOD bərabərdir. A vurulsun Y vur sinus alfanın yarısı. Bunları toplasam, bu ikisini bir toplasam, baxıram, x sinus alfa bölü 2 ortaqdır. X vur sinus alfa bölü 2 ortaqdır. Çıxartsam, a plus b qalır. Üstəgəl. Burada da baxıram, y sinus alfa bölü 2 ortaqdır. Y vur sinus alfa bölü 2 ortaqdır. Çıxarsam, a plus b qalır. İndi baxıram, a plus b ortaqdır da burada. Çıxara bilərəm mütərizə xaricinə. A plus b-ni çıxarsam mütərizə xaricinə. Qalacaq burada x sinus alfa bölü 2. İşte y sinus alfa bölü 2. Şimdi burada da sinus alfa bölü 2 ortaqdır. Çıxardan mütərizə xaricinə. Olacaq 2/1 a plus b. X plus y vur sinus alfa. Və beləliklə bu da ispat olundu.